Salam, hər vaxtınız xeyir olsun. Əziz hobbiçilər, əziz təsərrüfatçılar. Deməli, bura bizim cücə saxladığımız hindir. Təxminən 7 kvadratlıq yerdir. Yuxarıda yeni çıxan cücələri saxlayaraq təxminən 15 gününə qədər. Sonra buraxırıq yerə. Burada ən maksimum 70 gününə qədər saxlayıram cücəni. Yay-qış fərqi yoxdur. 70 gündən sonra yerlərini dəyişirəm digər hinə. Xoruz fərəsini də ayırıram, yəni bu qaydada saxlayıram. Deməli, burada əvvəllər bizim bir problemimiz var idi. Problem buranın havalanmasıdır. Yəni təmiz hava və havalanma. Yay-qış fərqi yoxdur. Burada belə deyək ki, əvvəllər mən bu qapının yuxarısı üçün setka düzəltmişəm. Bu yuxarı paneli çıxardıb setka taxırdım. Amma içərinin havası o qədər də yaxşı dəyişmir, yəni gec dəyişirdi. Sonra hobbiçi qardaşlarımızın əsas da Malik Əliyevin məsləhəti ilə belə bir sistem qurdum. Burada nəzarətçidir, yəni gərginliyə nəzarət. Buna sadə dildə kommutator deyən var, puskatel deyən var. Səbəb bundan gelir. Bu isə zaman relesidir. Yəni burada vaxtı qururuq. Deyək ki, mən qurmuşam 5 dəqiqə işləməlidir, 5 dəqiqə fasilə verməlidir. Bu da bizim havalanma sistemidir. İndi mənim yerimə görə bunu qurdum. Bura havalanmanı qurarkən 2 yerdən havanın daxil olmasını tənzimləmişəm və bu da çıxardır. Yəni bu sistemi qurandan sonra içəridə nə iyi qoxu oldu, nə də belə deyək ki, ağır hava yaranmadı. Yəni tamamilə səliqəli, təmiz və rahat. İnşallah bu sistemdən sonra cücələrin inkişaf tempinə nəzarət edəcək, görək nə cürdür. Yəni bütün təsərrüfatçılara, əsasən cücə saxlayanlara fərqi yoxdur. Ümumiyyətlə cücə və yaxud da ki toyuq, hər kəsin bu sistemdən faydalanmasını tövsiyə edirəm. Yəni bunu artıq təcrübədən keçirənlərimiz olub, yəni effektin görən də olub. Ona görə yəni sınaqdan keçmiş sistemdir. Məsləhət görərəm ki, bu sistemdən istifadə edəsiniz. Yəni burada məqsəd hər hansısa bir məhsulun reklamı deyil. Məqsəd burada təsərrüfatımıza, xüsusilə cücə saxladığımız yerə yaxşı şərait qurmaqdır. Biz də əlimizdən gəldiyi qədər bu şəraiti qurmağa çalışırıq ki, hinimizdə təmiz hava olsun, cücələrimiz yaxşı inkişaf eləsin.